Python dilində yazılmış proqramın əsasını müəyyən edin. Bizə bir sətrimiz verilib, daha sonra x kəmiyyəti verilib, s kəmiyyəti verilib. X-a 0, s-ə də boş bir sətr təyin edilib. Daha sonra həmin o sətrimizə əsasən, o text sətrinə əsasən bir dövr başladılıb. Deyir, i-nin elə ki, hər bir dövrdəki qiyməti nə olur? Baxın, textdəki kəmiyyətlərə bərabər olacaq. Əvvəlcə i-yə, sonra n-ə, f-ə, o-ya, r-ə, m-ə bu formada sırasıyla gedir. Bunu gəlin neyniyək? Buradan bir dənə də i yazaq. İndi deməli, başlayır dövr. Deyir ki, i-nin hər bir qiymətinə bir şərt verir. O şərt də nədir bizdə? Deyir, i bizdə 0-dan böyük olsun, amma simvol kimi 0-dan böyük olsun. Eyni zamanda 9-dan da kiçik olsun. Bu nə deməkdir? Yəni Unicode sırasında 0-dan sonra gəlsin, 9-dan əvvəl gəlsin. Bunlar hansılardır? 1, 2, 3, 4, 5, 6, 7 və 8 simvollardır. Yəni baxın, bu aralıqdadırsa, yəni buradadırsa, nə etsin bu? Həmin şərti ödənmiş saysın və x kəmiyyətinin qiymətini dəyişsin. Baxaq sırasıyla. i-nin qiyməti nə olur? i-nin qiyməti i-yə ilə bərabər olur və şərti yoxlayır. Şərt doğrudurmu? Şərt ödənmir. Şərt ödənmirsə nə edir? Else hissəsində s-in üzərinə i-nin 3 mislini gəlir. Bu nə deməkdir? Yəni ki, i-nin 3-ə vurur və s-in üzərinə gəlir. Gəlin belə eləyək biz. i-ni başqa yerdən yazaq ki, s çox rahat şəkildə artıra bilək buradan. i-ni gəlin elə, i-ni buradan yazaq. Buradan yazaq. S-in üzərinə nə edir? i-nin 3 mislini gəlir. Biz bilirik ki, hərf və ya da mətn tipində olanları nə edirik? 3-ə vurarkən 3 dəfə yan-yana düzmək deməkdir də. S də bizə boş bir sətirdir. Onun üzərinə 3 dənə i gələndə nə olur? Baxın, bu halı alır. Bu halı aldı. Daha sonra nə edir? Daha sonra yenə dövrün əvvəlinə qaydırıq və şərti bir daha yoxlayırıq. Yəni növbəti addıma keçirik. Bu səfər n-ə baxıram. N də bu aralıqda deyil. Ona görə nə edirəm? Ona görə n-i də eyni formada i-nin üzərinə gəlirəm. Deməli, i-nin üzərinə gələcəm. N-i. Bu formada bir sətrimiz alındı. Növbəti olaraq yenə eynisini yoxlayır və artıq buradan belə deyək də biz ardıcıl geçsək. N-dən sonra nə var? F var, O var, R, M, daha sonra A, T, I, K, A, 2, 0, 2, 9. Burada biz i-dən n-i bildik, onu yazdıq. Növbəti olaraq f-dir. Aralıqda var, yoxdur. Ona görə f-i də neynəyəcəm? Onun üzərinə gələrəm s-in. 10'u da gələcəm, r-i də, m-i də, a-nı da, t-ni də, i-ni də, k-nı, a-nı. 2 var o aralıqda, ona görə 2-ni gəlməyəcəm. 0-ı gələcəm, çünki 0 yoxdur, bir də 9 yoxdur. Bizə neçə simvol olmuş oldu, yəni bundan sonra? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Deməli, 11 dənə də simvol var və biz bunu hər səfərində 3-ə vurub gəlirik s-in üzərinə. 3-ə vurub s-in üzərinə gəlirik. Deməli, dövrün sonunda biz nə etmiş oluruq? S-i taparkən 3 dənə burada simvol, 3 dənə burada 6 simvol. 6 simvolun da üzərinə neçə dənə simvol gəlirəm? 11-i vururuqca 33 dənə simvol gəlirəm. Olur bu 39. Bu nəyə görə hesablayıram? Çünki baxın, aşağıda S-in nə edir? S-dəki i-lərin sayına əsasən bir proses aparır. Və S-dəki i-lərin sayına da gəlib baxsam, nədir? 39 simvolun içərisində bir ilk başda olan o 3 simvol var. Bir də baxın, buradakı bu 3 simvol var. Yəni ümumilikdə 36 simvolun 6 dənəsi i olmuş olur. Yəni ki, buradakı ümumilikdə çapıda nə olur? Bu bizə 6-ya bərabər olur. Bunu bildik. Yəni S-də i-nin sayını tapdıq və uzunluğunu da bilirik. Gəlin baxaq, əgər şərt ödənsə bəs nə olur? Şərt ödəndikdə x-in üzərinə həmin o i-nin ədəd formasını gəlir. Çünki biz bilirik ki, şərt ödənməsi üçün bu aralıqda olmalıdır da bizim ədədlərimiz. Bu aralıqda olan nədir var bizdə? 2 var, bir də bu 2 var. Bunlar da nə edir? Ədədə çevirib x-in üzərinə gəlsə, yəni 0-ın üzərinə gəlsə. Bir dəfə bunu gəlsə, nə olacaq? 2 olacaq. Növbəti səfər gəndə 4 olacaq. Deməli, x-in də qiyməti 4-ə bərabər olacaq. 4-ü nə edəcək? 6-ya vuracaq. 4-ü 6-ya vurub 24 ədədini tapacaq. Cavabımız olacaq C variantı.